Bugün 40 yaşlı biyologiya müəllimi ilə 18 yaşlı, gözü yaşlı Tərbənövki evlənir. Bugün biyologiya elmində böyük bir inqilab olacaq. Bugün Miçurinin qəbri də narahat olacaq ki, görəsən bu izdivacın axırı necə olacaq? Mənim əzizlərim, elə izdivac demişkən, bugün calaq günüdür. Bugün 40 yaşlı qartımış banan ağacı ilə 18 yaşlı dəymiş əncil ağacı calaq olacaq. Bugün təbiətin ən gözəl çiçəklərindən şirə toplanmış bal arısı uzun həsrətdən sonra öz pətəyinə qonacaq. Yəni, iki məsələ. Bugün yağış yağacaq. Bugün sel olacaq. Bugün göy gürüldüyüb şimşək çağacaq. Bugün vulkan olacaq. Bugün hətta tsunami olacaq. Bugün qan su yerinə axacaq.